Salam, hər vaxtınız xeyir. Bu gün biz Cənubi Amerikaya məxsus olan əsas coğrafi obyektləri xəritədə göstərəcəyik. Cənubi Amerikanın şimal uzqar nöqtəsi Qalinas burnu, cənub uzqar nöqtəsi Floret burnu, şərq uzqar nöqtəsi Cabo Branco burnu və qərb uzqar nöqtəsi Parinas burnu hesab olunur. Cənubi Amerikanın qərbində dünyanın ən uzun dağ silsiləsi Ant dağları yerləşir. Ant dağlarının ən hündür zirvəsi Çilidə Aconcagua zirvəsidir, 6960 metr. Digər zirvələrdən Ruiz vulkanı 5400 metr, Cotopaxi vulkanı 5897 metr, Chimborazo sönmüş vulkanı 6310 metr, Iliampus zirvəsi 6362 metr, San Pedro vulkanı 5974 metr, Liliaco vulkanı da 6723 metrə malik olan məşhur zirvələrdəndir. Cənubi Amerikada yerləşən məşhur düzənliklərdən biz Amazon ovalığını, Orinoco ovalığını, La Plata ovalığını, daha hündür düzənliklərdən isə Gviana yaylasını, Braziliya yaylasını misal çəkə bilərik. Cənubi Amerikada yerləşən məşhur çaylardan dünyanın ən bozlu çayı Amazon çayı yerləşir. Amazon çayının məşhur qollarından biz Marañón çayını, Ucayali çayını, Rio Negro çayını, Madeira çayını, Tapajos çayını misal göstərə bilərik. Bundan əlavə Cənubi Amerikada məşhur çaylardan Tocantins çayı, San Francisco çayı, Magdalena çayı və daha məşhur çaylardan biri də Parana çayını misal göstərə bilərik. Cənubi Amerikanın sahəsinə görə ən böyük gölü Venezuelada yerləşir. Maracaibo gölü laqun mənşəli göldür. Dünyada ən hündürdə yerləşən göl 3812 metr hündürlükdə yerləşir. Titicaca gölü. Ondan bir qədər cənubda Poopo gölü də yerləşir. 3690 metr hündürlüyə malikdir. Cənubi Amerikanın sahillərində məşhur körfəzlərdən Baye Grande körfəzi, La Plata körfəzlərini misal çəkə bilərik. Həmçinin məşhur boğazlardan biri də burada Magellan boğazıdır. Magellan ilk dəfə 1520-ci ildə bu ərazidən keçdiyi üçün onun adı ilə bağlıdır. Daha cənubda isə ikinci dəfə dünya səyahət etmiş Francis Drake'in adı ilə bağlı olaraq Drake boğazı adı verilmişdir bu əraziyə. Drake boğazı dünyanın ən enli boğazı hesab olunur. Cənubi Amerika sahillərində həmçinin məşhur adalardan biz Trinidad adasını, Kiçik Antil arxipelaqını, Falkland və ya Malvin adasını, həmçinin Odlu Torpaq adasını misal göstərə bilərik. Odlu Torpaq adasını Magellan boğazı ilə Cənubi Amerikadan ayırır və Magellan bu ərazidən keçəndə bu Odlu Torpaq adasında çoxlu yanan tonqallar gördüyü üçün bu ərazinin adını Odlu Torpaq adası qoymuşdur. Həmçinin məşhur adalardan biz Galapagos adasını da misal çəkə bilərik. Galapagos adasını ekvator xətti kəsir və Ekvador dövlətinə məxsus olan bir adadır. Davam edəsək biz Cənubi Amerikanın şimal bölgəsində yerləşən savannalara Llanos adı verilir. Cənub bölgəsindəki savannalara isə Campos adı verilir. Cənubi Amerikanın mərkəz hissəsində Amazon ovalı olan hissələrdə isə rütubətli ekvatorial meşələrin adı hesab olunacaq selvas. Və davam edəsək, Gviana yaylası olan bölgədə, Qayanada, Venezuela bölgəsində Masavari dağlar yerləşir. Bu Masavari dağlar hesab olunacaq adı Tepuy adlanır. Rio de Janeiro şəhəri yaxınlığında da çoxlu kəllə-qənd relyef formasına rast gəlmək olur. Kəllə qəndə bənzədiyi üçün bu relyefin adı kəllə qənddir. Həmçinin Gviana yaylasında biz Angel şəlaləsini görürük. Angel şəlaləsi Orinoco çayı üzərində yerləşir. Dünyanın ən hündür şəlaləsidir. 1054 metr hündürlüyə malikdir. Və Cənubi Amerikada gözəlliyi ilə gözləri oxşayan Parana çayı üzərindəki biz Iguazu şəlaləsində görə bilərik. Həmçinin Cənubi Amerikada çöllük bölgəyə də Pampa adını vermişlər. Cənubi Amerikada dünyanın ən quraq səhrası yerləşir, Atacama səhrası. Cənubi Amerikada ən çökək nöqtə hesab olunur Valdes yarımadasındakı Salinas Chicas gölünün çökəkliyinin dərinliyi okean səviyyəsindən 42 metr aşağıda yerləşir.